Əziz izləyicilərimiz, çox tez-tez verilən suallardan biri ondan ibarətdir ki, biz Keserə gedək, yoxsa doğuşa gedək? İnsanlar bilməlidirlər ki, Keserin və yaxud da ki, doğuşun təyin olunması əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. İnsan orqanizminin sağlamlığından, dölün vəziyyətindən, dölün çəkisindən, somatik durumlardan asılı olaraq biz doğumun hansı yolla aparılma taktikasını seçməliyik. Cərrahi doğuşlar yalnız və yalnız göstəriş əsasında icra olunmalıdır. Yox, mən bunu istəyirəm, mən cərrahi doğuş istəyirəm, belə bir şey dünyada yoxdur və Azərbaycanda da bu qəbul olunmur. Gəlin protokollarımıza hörmətlə yanaşaq, cərrahi doğuşlar mümkün olanda aparaq, mümkün olmayanda təbii doğuşa üstünlük verək. Təbii doğuş zamanı doğulan çox dözümlü olur, doğulan kimi qışqırır, onun heç bir küvəzə ehtiyacı olmur. Amma Keser doğuşlarında bu tamamilə fərqlidir. Bəzən uşaqlar günlərlə küvezdə də qala bilirlər. Və uşağı qidalandırmaq üçün təbii doğuş nə qədər xeyirlidirsə, cərrahi doğuşda bir o qədər süd vermə gec baş verir və ana bəzən çox qısa müddətdə laktasiya dövrünü təmin edə bilir. Sonra uşaq südlü yeməyə məruz qalır. Və nəhayət yadınızda saxlayın ki, cərrahi doğuş bir əməliyyatdır. Bütün əməliyyatlar kimi onun da fəsadları var. Gəlin bu fəsadlardan qaçaq, gəlin həkimlərinizin tövsiyələrinə qulaq asın, öz könüllü fikirlərinizi beyninizdən çıxardın. Hər halda, bütün hallarda təbii doğuşa üstünlük verək. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.